usikum və nəfsi bitəqvəllah. Özümə və sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Allah Taalaya həmd sənalar olsun. Ramazan ayının sonuncu cümə gününə gəlib çatdıq. Allah Taala bizlərə Ramazan ayını nəsib elədi. Həmd olsun Allah Taalanın verdiyi bütün nemətlərə. Uca olan Rəbbimiz Ramazan ayını bizə nemət olaraq bəxş edib və həmçinin Ramazan ayının sonu gəlib çatdığı zaman Ramazan ayı ilə bir vidalaşmaq bizim gözümüzün önünə gəlir. Allah Taala Quran-ı Kərimdə bu cür buyurur. Ramazan ayını tamamlamaq, Ramazan ayı ilə vidalaşmaq barəsində. Buyurur ki, Bismillahirrahmanirrahim. Bəqərə surəsinin 185-ci ayəsinin sonunda Allah Taala buyurur ki, وَلِتُكْمِلُوا الْإِدَّةَ Ramazan ayını tamamlayın, ayı tamam oruç tutun. وَلِتُكَبِّرُوا اللّٰهَ عَلَى مَا هَدَاكُمْ Allah Taala buyurur ki, Allahın sizə hidayət etməsinin şükrü olaraq təkbir deyin. وَلِتُكَبِّرُوا اللّٰهَ عَلَى مَا هَدَاكُمْ وَلَعَلَّكُمْ təşkurun. Bəlkə siz bununla öz şükrünüzü yerinə yetirə bilərsiniz. Peyğəmbər sallallahu əleyhi və alihi və səlləmin zamanında Cabir İbn Abdullah Ənsari var idi. Peyğəmbərimizin səhabəsi idi və çox Peyğəmbərdən sonra da yaşayan səhabələrdəndir, çox yaşayan səhabələrdəndir. Cabir deyir ki, Cabir İbn Abdullah Ənsari deyir ki, Dəxəltu alə Rasulullah sallallahu əleyhi və alihi və səlləm fi axiri cümə min şəhri Ramazan. Ramazan ayının axırıncı cümə günündə Peyğəmbərin yanına getdim. Cabir bu cür deyir. Ramazan ayının axırıncı cümə günü Peyğəmbərin yanına getdim. Fələmmə bəsurə bi qaləlli ya Cabir. Peyğəmbər məni gördü. Dedi, ey Cabir, hava axiru cümətin min şəhri Ramazan. Ramazan ayının axırıncı cüməsidir. Fəvəddihu, sən Ramazan ayının axırıncı cüməsində Ramazan ayı ilə vidalaşqina, Ramazan ayı ilə sağollaşqina. Ne cür vidalaşqina? Buyurdu ki, və qul, bu cür duanla vidalaşqina. Və qul, Allahummə la təcəlhu axirəl əhdi min siyamina. İlahi, bu Ramazan ayının orucunu bizim axırıncı orucumuz, axırıncı Ramazanımız qərar verməginə. La təcəlhu axirəl əhdi min siyamina iyyahu. Fə in cəəltəhu. Yəqin ki, biz bir zaman bu dünyadan köçəcəyik. Əgər ki, qərar vermişsən, bu Ramazan ayının orucu mənim axırıncı orucumdur. Fə in cəəltəhu fəcəlni mərhumən. Məni bağışlanmış, rəhm olunmuş bəndələrindən qərar verginə. Və la təcəlni məhrumən. Məhrum olmuşlardan qərar verməginə. Peyğəmbər buyurur ki, فَإِنَّهُ مَنْ قَالَ ذَلِكَ Hər kəs bu duanı eləsə, hər kəs bu cümləni etsə, bu duanı etsə, فَإِنَّهُ مَنْ قَالَ ذَلِكَ زَفْرَ بِإِحْدَى الْحُسْنَيَيْنِ İki gözəllikdən birinə çatar. İki gözəllikdən birinə çatar. İmmə bi buluğu şəhri Ramazan. Ya gələn Ramazan ayına çatar, ya gələn Ramazan ayı ona nəsib olar. Və imma bi ğufranillah və rəhmətuhu. Ya da ki, Allah Taalanın rəhməti həmin şəxsə nazil olar. Bəs Hz. Peyğəmbərdən biz bunu öyrənirik və məsumlar da xüsusi olaraq Ramazan ayı ilə vidalaşarmışlar. İmam Zeynul Abidin əleyhissalamın Səhifə-i Səccadiyyə kitabında Ramazan ayı ilə vidalaşmaq üçün bir gözəl cümlələr var. İmam Zeynul Abidin əleyhissalam buyurur ki, Ramazan ayına salam olsun sənə ey Allahın ən böyük ayı, ey haqq aşiqlərinin bayramı,
Yəni, əgər insanlar, hədisdə var ki, insanlar bilsəydilər Ramazan ayı necə aydır, ilin bütün aylarını Ramazan ayı olmasını arzu edərdilər. Ona görə İmam buyurur kəlamında ki, ey haqq aşiqlərinin bayramı, Ramazan ayı bütünlüyü ilə bayramdır. Ramazan ayı bütünlüyü ilə bayramdır. Salam olsun sənə, ey bizim vaxtlar içərisində ən əziz həmsöhbətimiz, günlərimiz və saatlar içərisində ən yaxşı ay. Salam olsun sənə, ey o ay ki, olduğu müddətdə arzular yaxınlaşır, yaxşı əməllər çoxalır. Salam olsun sənə, ey o həmsöhbət ki, olması qədir qiymətli və olmaması çox dərdlidir. Ramazan ayı çıxandan sonra hamı özündə bir hal hiss edir. Sanki elə bir neysə çatışmır. Olmaması çox dərdlidir. Ey ümid qaynağı ki, ayrılığı əziyyətlidir. Salam olsun sənə, ey Munis ki, gəlişin bizimlə ünsiyyətdə olduğun üçün bizi sevindirir, gedişin isə bizi kədərləndirir. Hamının içərisində bir narahatçılıq yaranır Ramazan ayının getməsi ilə. Salam olsun sənə, ey qonşu ki, ürəklər onun qonşuluğunda yumşalır və günahlar azalır. Salam olsun sənə, ey şeytanla mübarizədə bizə yardım edən, ehsan və yaxşılıq yollarını asanlaşdıran. Ramazan ayı şeytanla mübarizədə ən gözəl aydır. İnsan Ramazan bayramında, Fitr bayramında öz nəfsi üzərində qələbəni qeyd edir. Fitr bayramında inşallah biz danışacağıq. Fitr bayramının xütbəsində insan öz nəfsi üzərində qələbə qazanıb. O qələbə gününü qeyd edir, o zəfər gününü qeyd edir. Salam olsun sənə ki, bu ayda nə qədər bəndə Allah tərəfindən azad olur. Nə qədər insanlar, nə qədər bəndələr Allah Taala tərəfindən azad olur, günahları bağışlanır. Sənin vasitənlə sənin hörmətini saxlayan nə qədər xoşbəxtdir. Mümkün idi o insanlar ki, Ramazan ayında oruc tuta bilmədilər. Xəstəlikləri ilə əlaqədar, müəyyən üzürləri ilə əlaqədar oruc tuta bilmədilər. Amma hamı Ramazan ayının hörmətini saxladı və həmd olsun Allaha ki, bizim kəndimizdə artıq bu adət halına alıb ki, Ramazan ayında hüzr məclisi olduğu zaman iftara yaxın həmin məclisi salırlar ki, Ramazan ayına hörmətsizlik olmasın. Adam oruc tutsa da, tutmasa da bu Ramazan ayının hörmətini saxlayır və mən ümid eləyirəm və mən arzu eləyirəm ki, Allah Taala bu işləri görənlərin də əlbəttə ki, mükafatını verəcək. Sənin vasitənlə, sənin hörmətini saxlayan nə qədər xoşbəxtdir. Salam olsun sənə ki, nə qədər günahlarımızı yudun, eyblərimizi örtdün. Bəzi ibadətlər var ki, o ibadətlərdən sonra insan gərək şübhə etməsin ki, Allah Taala görəsən məni bağışladı ya bağışlamadı. İnsan gərək şübhə etməsin. Hətta bəlkə şübhə etsə belə günah etmiş olar. Onlardan biri həcc ziyarətidir. Həcc ziyarətinin əməllərini yerinə yetirəndən sonra insan gərək şübhə eləməsin. Görürsən, Allah məni bağışladı ya yox. Və o cümlədən Ramazan ayının orucu. Ramazan ayının orucunda da hamımızda belə bir ümid yaranır ki, Allah Taala həqiqətən bizim günahlarımızı bağışladı sonsuz rəhməti sayəsində. Eyblərimizi örtdün. Salam olsun sənə ki, günahkarlar üçün nə qədər uzun bir müddət idin, möminlərin qəlbində nə qədər heybətin var idi. Günahkarlar bu Ramazan ayında darıxırdılar. Günahkarlar Ramazan ayında darıxırdılar ki, tezcə bu Ramazan ayı bitərdi, tezcə bu Ramazan ayı qutarardı. Amma möminlər Ramazan ayı üçün darıxır. Möminlərin qəlbində bir heybət var idi, bir sevgi var idi Ramazan ayına. Bəs İmam Zeynul Abidin əleyhissalam buyurur ki, salam olsun sənə. Səninlə ona görə vidalaşmırıq ki, oruc tutmaqdan yorulmuşuq. Səninlə ona görə vidalaşmırıq ki, biz oruc tutmaqdan yorulmuşuq və ya cana doymuşuq.
sadəcə vidalaşırıq, sənin hörmətini saxlayırıq. Vidanın məqsədi budur. Hər müqəddəs məkanda Allah Taala sizlərə nəsib edəsin. Bütün müqəddəs məkanların ziyarətini evə getmək ərəfəsində sonuncu ziyarət vida ziyarətidir. Sonuncu ziyarət, sonuncu dəfə ki, ziyarət edirsiniz. Ya məsumun ziyarəti olsun, məsumların ziyarəti olsun, ya Kəbə evinin ziyarəti olsun. Axırıncı dəfə ki, insan ziyarət etdiyi, o axırıncı ziyarət vida ziyarəti hesab olunur. Bəzən bir sıra insanlar var ki, deyir, mən ziyarətgahla vidalaşmıram, çünki ümidim budur ki, yenə də Allah Taala mənə nəsib eləyər. Amma yenə də insan axırıncı dəfə, sonuncu dəfə ziyarət elədiyi zaman qəlbində o ayrılıq hissləri olduğundan elə o vida ziyarəti hesab olunur. Ramazan ayı ilə vidalaşmaq da bax bu cürdür. Salam olsun sənə. Sən gəlməmişdən əvvəl arzunla yaşayırıq və qurtarmamışdan əvvəl hicranında pərişanıq. Hələ Ramazan ayı qurtarmayıb, hələ Ramazan ayına var bir son günləridir, amma ayrılığına pərişanıq. Bilirik ki, bu bir neçə gündən sonra Ramazan ayı çıxacaq. Amma gəlməmişdən Ramazan ayı Allah Taala'dan dua edirdik ki, ilahi bizlərə nəsib etkinən Ramazan ayında oruç tutaq, Ramazan ayını nəsib etkinən. Bəs İmam Zeynul Abidin əleyhissalam Ramazan ayı ilə bax bu cürünə vidalaşır. Əlbəttə ki, Allah Taala'dan duamız budur ki, inşallah gələn Ramazan aylarını bizlərə və bütün müsəlmanlara nəsib eləsin. Allah Taala Ramazan ayında oxunan bütün duaları, ibadət və itaətləri, tutulan orucları qəbul etsin. Allah Taala'dan duamız budur ki, inşallah bütün müsəlmanların Allah Taala ibadət, itaət və dualarını müstəcab etsin.